Salam, hər vaxtınız xeyir olsun. Dəyərli izləyicilərimiz, bu gün də səmimi söhbət verilişində sizinlə bir yerdəyik. Bugünkü qonağımız bizim dəyərlimiz Reyhan xanım Əliyevadır. Xoş gördük Reyhan xanım. Xoş gördük. Salam. Necəsiz Şeyxan? Təşəkkür edirəm, yaxşı olasınız. Bir də onu qeyd etmək istəyirəm ki, bugün çox möhtəşəm bir mövzu ilə qarşınızdayıq. Bu günlərim kilolardan danışacağıq. Biz niyə kökəllə bilmirik və yaxud da biz niyə arıqlaya bilmirik? Hər kəsin bütün cəmiyyətin demək olar ki, oturanda söhbət elədiyi ən maraqlı mövzu. Hətta belə bir deyim də var ki, deyir ki, görmüsən falan kəs necə arıqlayıb. Bəli, O görən nətər arıqlayıb. Nədən istifa, hansı kofedən içib? Bəli. Və diyetoloq kimdir? Diyetoloq kimdir? Hansı diyeti saxlayıb ki və anında ondan o diyet proqramlarla nə yedin, nə içdin, nə isə nə qadağan elədilər. Bu cür üsullarla gedənlər demək olar ki, əksəriyyət bu üsullarla gedir. Eynən razıyam, amma biz bu günlərim deyəcəyik ki, sizin duyğularınız həqiqətən də sizin kökəlməyinizə mane olur desək olar. İştahınızı artıran duyğular deyək. Aha, sizi yedizdirən duyğular. Sizi yedizdirən duyğular, iştahınızı artıran duyğular. Əslində kiloya səbəb belə desək, məsəl üçün bir var yeyib kökələnlər, bir də var yeməyib kökələnlər. Kilo ümumiyyətlə kilo almaq bir neçə səbəbdən olur. Kilo almaq ola bilər ki, hər hansı bir hormonal xəstəliklərdən də ola bilər. Məsələn, tiroida bağlanan kilolar ola bilər. Ondan sonra yumurtalıqlarda olan kistlərə bağlı olan kilolar ola bilər. Kiloların birini insulin dirəncinə bağlı olan kilolar ola bilər. Bunlar bir başqa bir mövzudur. Bunlar da yenə duyğulara bağlanır. Onların öz duyğuları yaranma var. Bəli, mütləqdir. Bədən, yəni fiziki bədənə artıq o duyğular bir neçə dəfə təkrarlandıqda artıq fiziki bədənə özünü göstərir. Artıq mesaj verir ki, yəni bura bax, buranı düzəlt, təmir elə buranı. Həkim müayinəsindən sonra, həkim artıq təyin elədikdən sonra ki, bu kilo nəyə bağlıdır, oradan artıq yola çıxıb o kilonun, kilo səbəb deyil, kilo nəticədir. Amma bunu yaradan səbəb nədir? Ora artıq baxmaq lazımdır. Yəni kilo, əgər məsəl üçün deyək ki, adam yemək yemir, amma bədəni bir formadadır. Yəni bir kilolu görkəm bir formadadır. O da bir başqa mövzudur. O isə blokajdır. Duyğunun hansı bir duyğu bədəndə, məsələn, bütün bədəni incədir, ancaq deyək ki, çanaq bölgəsində, but hissəsində aşırı bir yağlanma var. O blokajdır. O blokaj, o başqa bir mövzudur. O blokaj, orada olan blokaj, onun söhbət əsnasında tapılır ki, burada gizlənən kimlik kimdir? Hansı nəyi gizlətmirsən ki, burada blokaj olur? Özün olmadığın yer, özün kimi görünmədiyin yer artıq orada özünü göstərir. Və yaxud bir var qadınsal kökəlmək, bir var kişi kimi, erkək kimi kökəlmək. Onların hamısının duyğuları, kodları fərqli-fərqlidir. Onda belə bir sual verim ki, onda bizim yediyini denən sənin duyğularının hansı duyğu ilə kökəldiyini deyim. Bu necə, bu doğrudur? Mən əvvəllər sağlıqlı yemək göndərirdim. Mən özüm sağlam qida mütəxəssisiyəm. İnsanlara yemək göndərdiyimizdə sağlıqlı yemək göndərirdik. Və yemək göndərdiyim insanların bəzisi mənim çörəyimi kəsmə, mütləq mənə çörək göndər deyirdi. Bəzisi deyirdi ki, balaca da olsa bir şirin bir şey mütləq. Məsələn, biz onları eləyirdik dediklərini. Bəzisi, məsəl üçün, demək, daha çox ətli yeməklərə üstünlük verirdi. Bu, onların və həftənin bir gününü biz onlara sərbəst gün verirdik. Həftənin bir gününü yemək göndərmirdik və xahiş edirdik ki, yediyindən yeyirsənsə bizə yaz. O yediklərini hər həftəsində eyni şeyləri yeyirdilər. Ya çoxlu xəmir yeməkləri yeyirdilər, ya şirniyyat, şokolad, marojna, bu kimi şeylərə daha çox üstünlük verirdilər. Yəni
o bir gün onları ələ verirdi. Artıq ondan o duyğunun, onun nə yaşadığını biz bilirdik. Və sonra mən araşdıra bunun bu yemək alışqanlıqlarının bizə yemək yedizdirən, eyni şeyləri yedizdirən, bizim iştahımızı artıran əslində bizim duyğu və düşüncələrimiz olduğunun yəni fərqinə vardım. Doktor Bülent Dəmirçioğlu ilə eğitimdən sonra, ondan sonra isə tam əmin oldum ki, həqiqətən bizə yemək yedizdirən duyğulardır. Bəzən biz nə qədər kilo versək, nə qədər diyet saxlasaq da kilo verə bilmirik. İlişib qalır. Diyet sözü özü bir travmadır. Düzdür. İnsanlara deyəndə ki, diyet saxlayasın, həmin adamlar ertələməyə çalışırlar. Hər axşam diyetə gedirəm, səhər dururam, eyni bir şey. Çünki o diyet sözü deyəndə elə bilirlər ki, ac qalacaqsan. Və diyet saxlayan adam, deyək ki, ona güclü diyet sən tətbiq eləmisən, o adamın beynini, gözünün önündən o şokoladlar, o tatlılar o yana keçir, bu yana keçir. Avtomatik beyin o tatlını yeyir. İstəsən də, istəməsən də sən ondan qidalanırsan və sabahlar bugün aşırı dərəcədə çox güclü diyet saxladığın halda sabah tərəziyə çıxırsan ki, çəkin düşməyib. Hətta bir 200-300 qram da artmısan. Çünki beyin o tatlını yedi artıq. Yəni bizə yedizdirən də, bizi kilo aldıran da bizim duyğularımız, düşüncələrimizdir. Bir də belə bir şey var ki, Reyhan xanım, biz özümüz mentalitet olaraq həddən çox yeməyə bağlı bir millətik də. Bəli. Bizim həm mətbəximiz çox zəngindir. Bəli. Həm də bizdə belə bir şey var ki, bizim valideynlərimizdə. Ki, ay maman sənə qurban, maman ölsün, sən acından öldün. Yəni o da bir koddur əslində. Ya naharımı yemədik və yaxud da ki, şam yeməyini ertələyiriksə, bu zaman valideynlərimiz bizdən ötürü çox narahat olurlar ki, sən bugün acmısan. Sən, yəni əgər mənim bədənim bunu istəmirsə, tələb etmirsə, hər bir belə deyək də duyğu deməyim də, siz duyğudan gedirsiniz. Yəni bu bizim hamımızın həyat tərzidir ki, İnsan öz bədənini tanıyırsa, belə deyək də, onda həqiqətən o acılığı, həqiqi acılığı hiss edərsə, onda elə bilirəm ki, heç kilo problemi yaşaya bilmərik. Təbii ki, amma bəzən insan o iradə də lazımdır da, o da böyük bir rol. O iradə də duyğuya, düşüncəyə bağlıdır. Bir adam əgər qorxu içindədirsə, narahatdırsa, bir adamın çoxlu borcu varsa, bir adam özünü güvənsiz hiss eləyirsə, o mütləq o beynini, yəni o aclığı bir duyğunu digəri ilə əvəz eləyib, onu yeməklə əvəz eləyib, o cür xoşbəxt olmalıdır. Mütləq o xoşbəxt olmağı yeməkdə görür. Və yaxud ən çox atışdırmağa daha çox beyində çox informasiya olduqda insanlar qarışdırırlar. Məsələn, mən diyet verdiyim xanımlardan biri hər bir şeyi qarışdırır. Duzlunu şirinə, şirini duzluya qarışdırırdı. Yəni onun beyni də eyni ilə qarışdırdığı yemək kimiydi. Beyni necə qarışıqdırsa, insanın qarşısında oturan insanın yeyəcəklərinə baxaraq onun beynini oxumaq olur. Mən bilmirəm, yenə də millətpərəstliyimizə gedək. Çay içməyi çox sevirəm. Təzə çay, özü bir, hətta işdə belə deyirəm ki, o ilk dəmi içirəm, ondan sonra içə bilmirəm. Bax, bu məndə olan bu duyğu nədir? Mən sizə deyim onu. Çaydır, kofedir, aldadılmaq qorxusu. Aha. Amma heç vaxt o hissi yaşamamışam. Mən və nankorluğa uğraya bilərəm. Aldadılmaq qorxusu, güvənsizlik qorxusu. Onlar çay, kofe bağımlılığı olan insanlar. Sevmək başqa, bu sənə rahatlayıcı bir, özünü rahat hiss edirsən. Bağımlı olmaq başqa. Bağımlı olan insanlar, əgər çay, kofe bağımlıdırsa, bu adamlar biri əlimin duzu yoxdur, yaxşılıq eləyirəm, sabahları başa düşdüm. O mənim yaxşılığımın əvəzini görmürəm. O mənim yaxşılığımın qarşılığında başqa bir şey eləyir. Yəni sənə biraz səni dəyərsiz hiss elətdirir. Bu adamlar çaya, kofeyə bağımlı olurlar. Həm çaya, həm kofeyə. Həm çaya, həm kofeyə. Bəs yaxşı, həddən çox şokolad yemək. Şokolad
o deməkdir ki, bu adam münasibətlərdə sorun yaşayır və o adam sevildiyinə inanmır. Onun ilk başda bu şokolad yeməyə hansı yaşdan başlayır? Aha, o atayla mı olan? Ola bilər, valideyn də ola bilər, evlilikdən sonra da ola bilər. Ümumiyyətlə biz kilo məsələsinə girəndə gələn adamın hansı yaşdan kilo aldığına baxırıq. Evlilikdənmi sonra alıb, yoxsa uşaqlıqda elə kilolu doğulubmu? Əgər uşaqlıqda kilolu doğulubsa, yəni bu uşağın valideynlərinin yaşadıkları, oradakı ayrılıqlara baxırıq, yaşlara baxırıq və yaxud uşaq doğulduqdan sonra uşağı bir müddət anadan ayrı mı tutdular, ona baxırıq və ya ana hamilə olarkən bir yaxınını itirdimi və ya ata bir yaxınını itirdimi, onlara baxırıq. Və ya bir kayıp demək olar ki, ya pul itkisi mi oldu? Bunların hamısı doğulan uşağın kilolu doğulmasına olan səbəblərdən biridir. Və ya ananın ondan əvvəl bir düşüyü oldu mu? Və ya uşağın düşmə ehtimalı oldu mu? Bunlar hamısı uşağın kilolu olma ehtimalını təsdiqləyən yəni travmalardır. Bəli. Amma evlilikdən sonra deyək ki, evlad dünyaya gətirib. Evlad dünyaya gətirdikdən sonra aldığı kilo. Orada artıq biz döngülərə baxırıq. Evlad dünyaya gətirdikdən sonra deyək ki, 30 yaşında bu adam kilo alıb və 28 yaşında sən nə yaşadın? Nə hiss etdin? 2 il əvvəl 28-29 yaşında nə yaşadın deyə ona sualı veririk, onun duyğularına baxırıq. Amma belə deyək də, hamilə olan xanımlarımız, yəni ürəyim istəyirsə yeməliyəm. Bəli. Hamiləyəm axı. Bəli, yəni onu yeməliyəm deyərəkdən kilo alır da çox xanımlar. O inanclardır, onlar da başqadır. Yəni istəməsə onlar bizim bizə gələnlərdir də. Onlar gələnlərdir. O başqa bir mövzudur. Amma bir də var ki, sən özün bu yeməyi özünü saxlaya bilməyib yemək istəyirsən. Amma mən dünyaya sağlam uşaq gətirməliyəm. Mən uşağım yaxşı olsun deyə yediyin o artıq düşüncədir ki, yəni sabah onun nəticəsi nə olacaq, o özü də fərqində deyil. Amma Reyhan xanım, belə bir şey də var ki, mən yayda keçən dəfə sizlə söhbət elədik, bir seansa qatıldım bu kilo probleminə əlaqədar. Çünki bayaq dediyiniz kimi diyet mənim üçün çox böyük bir əzabdır. Bəli. Yəni saxlaya bilmirəm yoxdur. Yəni ona ayrı bir vaxt ayırıb o diyet yeməklərini hazırlamağa vaxtım yoxdur. Heç o diyet yeməklərinə gərək də yoxdur. Sadəcə olaraq mənə psixoloji də yalan deyib pis təsir eləyirdi. Həqiqi hər kəsə psixoloji olaraq pis təsir eləyir. Heç o yeməklərə, yəni sadəcə olaraq günlük normanı bilməlisən. Abartmadan, bir də aradakı məsafəni, aralığı gözləməsən, aralığı əgər gözləyirsənsə, o zaman kilo alma ehtimalın çox az olar. Çünki yəni sən deyək ki, səhər yeməyini yedin, üstündən 1-2 saat keçmiş bir şey əgər ağzına atıb atışdırarsansa, məsələn bəzi diyetologlar onu tətbiq eləyirlər. Sən bu əvvəl yediyini hələ yəni onu sindirməmiş başqa bir şey, artıq yağı yandıra bilmirsən. Sən o yeni yediyini onu həzm eləməyə çalışırsan. Yəni aralıqlı oruç deyirik biz. O aralıqlı oruçda yəni kilo vermək çox asan olur. Amma kilo vermənin ən böyük səbəbi o aralıqlı oruçdan əvvəl sənin o psixoloji durumunun normal olmasıdır. Mütləq də o duyğulardan azad olmalısan. Doğrudur. Bir insan qorxu içində olan bir insan, özünü güvənsiz hiss edən bir insanı sən nə qədər də aralıqlı oruç versən, onun duyğusu bədəndədir artıq. O duyğunu yeyir, onu sən heç cürə kömək eləyə bilməzsən. Məsələn, yağlı yeməkləri sevənlər, yağlı yeməklər, özünü yalnız kimsəsiz hiss eləyənlər yağlı yeməkləri çox sevirlər. Və yağı həddindən artıq abartılı dərəcədə yeyirlər. Tatlı bağımlılığı olanlar, sevgisiz hiss eləyirlər, özünü tərk edilməkdən qorxurlar. Rədd edilməkdən qorxan insanlar, onun da kökü gəlir, uşaqlığa gəlib çıxır. Məsələn, hamilə vaxt biz bardağı daşıyan son damlaya baxırıq. Son olaraq nə vaxtdan kilo almısan?
Deyək ki, 30 yaşında biri gəlib, 28 yaşında nə yaşamısan ona baxırıq. 28 yaşında biri əgər həyat evlidirsə, həyat yoldaşından müvəqqəti də olsa və ya daimi də olsa ayrılıbsa, bunun bir kökü də var. Bunun kökü atanın, ananın hiss etdiyi duyğulara gedib çıxır və yaxud uşaq aşağı çəkidə doğulub, bir müddət onu küvəzdə saxlayırlar. Bu da onun uşaq yeni doğulmuş olmağına baxmayın. Siz ona bir şuuraltı, onu doğulmadan öncə ona proqramlar yazılır. O hiss elədiyi hər bir şeyi hiss eləyir. Şuuraltı o qədər insanı demək olar ki, tamamən idarə eləyir. Bəs yaxşı, bu kilolardan danışdıq. Bəs kökələ bilməyənlərdə, onlarda da mı duyğular başqadır? Kökələ bilməyənlərin mütləq onun kökü anada başlayır. Əvvəla biz anasını, əgər anası həyatdadırsa, deyirik ki, anandan öyrən görək. Səndən əvvəl bir düşük və ya tələf olunan bir uşaq olubmu və ya ölü doğulan bir uşaq olubmu və yaxud bir uşağı ölübmü? İkinci ən əsas məsələ hamiləliyini gizlədibmi? Ola bilər. Məsələn, bizdə daha çox var. İlk hamiləlikdə deyirlər ki, gözə nəzərə gələrsən, hamiləliyini gizlət. Cinsiyyəti belə gizlədirlər. Onlar hamısı uşağın aşağı kilolu olmasına səbəb olur. Görünməmək, görünməsin. O qədər də görünməsini düşünür, bilinməsin. O qədər onu düşünürlər ki, uşaq doğulandan sonra o qədər aşağı çəkilir, həqiqi görünmür. Deməli, bunların hamısı da valideynlərin, bəli, valideynlərin bilmədən, fərqində olmadan yüklənən kodlardır. Bunu hər dəfə də eyni şey deyirəm. Bir xanım çox kiloludur və bunun fərqindədir. Əslində fərqindədir. Yəni depressiya halları keçirir və diyetisyenlərə müraciət eləyir. Bir müddət 5 kilo verirsə 10 kilo yenidən geri qayıdır. Və bunlarda inanın ki, bəzən də bu gənc ailələrdə ailələrin sonlanmasına gətirib çıxartdığının şahidi olmuşam mən. Nə yalan deyim ki, sözün həqiqi mənasında. Bəs onlarda necə? Yəni özlərində necə iradə tapsınlar? Nə deyib başlasınlar? Neynəsinlər? Bir seansa gəldikdə, artıq bir ilk seansa gəldikdə onlarda o iradə avtomatik olaraq yaranır. Çünki artıq bilir ki, yəni bu tək yeməklə bağlı deyil. Yeməyə də səbəb olan, onun iştahını artıran başqa səbəblər var. O içindəki öfkəni boşaldarsa, yeni ailədirsə, qaynana ilə bir problem varsa və yaxud deyək ki, bütün günü evdə işləyir və yaxud əziyyət çəkdiyi halda ona deyirlər ki, sən neynəmsən, sən görmürlər əziyyətini. Görmürlər. Görünməyən adam kilo alaraq özünü göstərməyə çalışır. O duyğulardan azad olduqda onda o iradə də tapılır və yəni yavaş-yavaş o yoluna düşür. Əsas o duyğulardan arınıb, o seanslarla o enerji bədənini sağlamlaşdırdıqdan sonra, zaten o seanslardan sonra onu yemək yedizdirən, onun iştahını artıran, o yeyəcəkləri o artıq heç onu istəmir də. İnanın ki, heç istəmir, heç yadına da düşmür. Və ondan sonra o nəyi ki sevir, onu birdən-birə kəsmək düzgün deyil. Ona o sevdiyi yeyəcəkləri onun içinə qataraq, o bilsin ki, əmin olsun ki, onun əlindən tam bir şeyi ki, balanslaşdırılsın. Mütləq. Bir şeyi ki, sənin əlindən almaq istəyirlərsə, sən avtomatik olaraq travmaya girirsən ki, onu sənə fərqində ola yavaş-yavaş sən özün fərqində olub ondan uzaqlaşmalısan və günlük su normasını içərək həqiqətən çox gözəl nəticələr əldə etmək olar. Məsələn, dietoloqlarımız tətbiq eləyirlər və yaxud dietoloqları yox, özləri çox ağır detoks sulardır, detoks kofelərdir. Bəli, bax mən elə onu demək istəyirdim ki, 2 litr su üçün bu insanın mədəsi 2 litr suyu
qəbul edərkən axı mədə böyüyür, genişlənir. Bu nə dərəcədə Yox, 2 litr düzgündür? suyu birdən-birə içmirsən. Amma gün ərzində onu bəlkə mən ürəyim istəmədən məcbur içirdim. Lap əvvəllər bir edirdim. stakanla başlayıb, günlük çəkiyə görə su norması var. Ən güclü detoks sudur. Su, hər bir şeyi su ilə biz təmizləyirik. Hətta biz enerji seansları elədikdə də su içməyi önəririk. Amma 2 litr suyu sən get bir dəfə iç bitir, o əzabdır insanlara. Onu suyu sevdirə-sevdirə içmək lazımdır, sevə-sevə. İlk günü bir stakanla başlamaq lazımdır. Bir stakan iç, 200 milli içdikdən sonra sabah onu 300 milli elə. O birisi gün 400 milli elə. Yavaş-yavaş artırmaq daha bir doğrudur. 4 gün 400-500 milli ilə iç. Çünki sən onun birdən-birə alışmayan bədən birdən-birə 2 litr və yaxud 3 litr su içərsə, o mütləq ödəm verəcək. Bədəndə şişkinlik yaradacaq və mən su içirəm də kökəlirəm deyib düşünəcəksən. Amma onu yavaş-yavaş alışdıra-alışdıra və kiloya uyğun. Sən deyək ki 60 kilo, 65 kilo çəkisi olana 3 litr su iç deyə bilməzsən. Suyun özü də artıq içəndə o bədən üçün bir zəhərdir. Yəni həqiqətən olmaz o qədər içmək. Qədərində yavaş-yavaş içmək lazımdır. İlk suyu ac qarnı içmək lazımdır ki, bədəni təmizləsin. Belə suyu düzənli içdikdə, düzənli qaydasında içdikdə, yəni su həqiqətən kilo verdirir. Yəni diyet saxlasa da, su içməyən adam o kilo verə bilməz. Mütləq şəkildə mütləq su içməlidir. Su içməlidir. Normasında içməlidir. Heç su içmirsə, o bədəndəki sənin yandırdığın yağ su ilə çıxır. Amma belə bir şey də var ki, yəni özüm mən bunu yayda özüm üçün tətbiq elədim ki, gün ərzində bir dəfə, yəni ürəyim istəyirsə və yaxud da 2 dəfə qidalanırdımsa, qidanı özüm seçirdim. Yəni evdə nə istəyirdimsə bişirirdim, amma bəlirli bir normada və saat deməyim də, saat özüm vaxtıma görə təyin eləyirdim. Amma həqiqətən də nə istəyirdimsə onu yeyirdim. Bəzən belə baxdım ki, həqiqətən mən istəmirdim. Yəni deyir, bayaq dediniz, şirniyyat olmasın. Yəni mən şirniyyatı çox sevən bir insan, o psixoloji olaraq özümə qarşı ki, yəni istəyirsən yeyə bilərsən. Bəli. Dedikdə mən baxdım ki, mən yemirəm. Yəni o qorxu içində saxlayanda ki, yox sən şirniyyat qətiyyən olmaz dedinsə, o adam diyetə nifrət eləyir. Bir də hərəkət önəmlidir. Hərəkət ümumiyyətlə enerji balansımızı düzəltmək üçün çox vacibdir. Bəli, hətta belə bir şey də var ki, mən bu sözü həddən artıq çox sevirəm. Deyir, su belə hər şeyi təmizləsə də yerində qalanda iylənir. Buna görə də insan da mütləq şəkildə hərəkətdə olmalıdır. Hərəkət o başqa yöndür. Məsələn, hərəkət elədikcə bədəndə enerji artır, enerji yandırırsan. Yəni gündəlik yürüyüşə çıxmaqdırmı? İnsanın əhval-ruhiyyəsi də dəyişir. Mütləqdir. İnsanın əhval-ruhiyyəsi də dəyişir. Çünki enerji yüksəlir. Doğrudur. Artıq və o düzgün nəfəs alaraq, nəfəs alıb verərək hərəkət elədikcə enerji balansın yüksəlir. Bunlar hamısı çox önəmlidir. Ona görə də belə deyək də hərəkət eləyib, bəli, biraz da az qidalanıb. Məncə hərəkət eləyəndə məsəl üçün belə götürək də heç nə lazım deyil. Havada heç bir idman salonlarına getmədən gəzsək, inandırım sizi ki, həqiqətən möhtəşəm nəticə öz orqanizmin sağlamlığımız üçün daha gözəl nəticə əldə edirik. Ən azından ayaqlarımız açılır. Düşüncələrimiz dəyişir. Düşüncələrimiz bəli. Evdə oturub daha çox evdə oturduqda beyin qarışır, daha çox yeməyə üzümüzü tuturuq, amma hərəkət bizi həm gümrah hiss elətdirir, həm enerji balansımızı düzəldir, həm də yediyimiz enerjini sərf eləyirik. Yəni o çox vacibdir. Bəs belə bir şey deyim ki, bölgəsəl o yağlanmalar var. Onlarda necə? Onlarda hansı duyğular olur? Bölgəsəl yağlanma blokajdır. Bölgəsəl yağlanmalarda biz genəldə verdiyimiz suallar taciz yaşadımı? Onun üçün çox hər kəs gizlədir. Heç kim onu söyləməməyə çalışır. Bölgəsəl yağlanmanın birinci səbəbi tacizdir. İkinci səbəbi eril-dişil enerji dəngəsizliyidir.
Deyək ki, bir qız doğulub, amma valideyn oğlan istəyib. Oğlan istənilən qız özünü oğlan kimi göstərməyə çalışır. Daha çox kişi kimi, kişi enerjisi ilə, yəni o enerji də daha çox olur. Valideynlərinə oğulluq eləməyə çalışır. Amma bir yerdə içində bir dişillik var. O dişil tərəfi onun bədəninin bir yerində gizlənir. Biz ona o seans zamanı şuur altının vasitəsilə ona deyirik ki, içindəki kimliyə sanki bədənində bir kamera qoyulub, o kamera ilə bədənini izlə. Bax görək bədənində hansı hissəsində özünü gizlətdiyin və kimi gizlətmisən orada. O bədəninin əlini, sağ əlini ürəyinin üstünə qoyaraq bədəninin bir hissəsində o giziltini hiss edir. Genəldə bu budlar olur. Bud və çanaq hissəsində ürpənməmi, üşütməmi, keyləşməmi onu hiss eləyir. Demək gizlənən kimlik oradadır. O gizlənən kimlik orada elə yerindəcə biz ona seans eləyib, o kimliyi üzə çıxartması üçün həqiqətən çox maraqlı bir meditasiyadır. O yerindəcə onun o kimliyi üzə çıxartmasına, o kimliklə barışmasına, o kimlikdən üzr istəməsinə, bunların meditasiya zamanı yerindəcə eləyirik. Həqiqətən seansdan sonra o qədər özünü yaxşı, rahat hiss eləyir. O dişiliyini rədd edən, dişil kimi görünmək istəməyən və yaxud hər kəsin yardımına koşan, hər kəsə yardım etməyə çalışan, mən yaxşı qızam deyən, amma içində özünü yaşamayan bir kimlik var. O özünü yaşamayan kimlik bədənin hansı hissəsində gizlənir. O adamı biz o kimliyi üzə çıxardıb, o kimliyi xoşbəxt olmasına və o iki kimliyi, görünən kimlik və görünməyən ikisini birləşdiririk. Duyğuda, şuur altında birləşdirərək o hissi ona yaşadırıq. Seansın sonunda çox rahatlayıcı, yəni artıq özü olan bir kimlik ortaya çıxır. Amma həqiqətən razıyam sizinlə. Çox yaxın sevdiyim bir xanımlardan biri, kilolu bir xanım idi. Amma dəyər verdiyim xanımlardandır. Dedi, nə vaxt mən arıqlasam, bil ki, həyatımda hər şey möhtəşəmdir. Aha. Həqiqətən də bu yaxınlarda gördüm, çox sevindim. Dedim, hər şey möhtəşəm olduğuna görə çox sevinirəm sənin adına. Xatırlamadı o sözü nə zaman dediyinə. Çox da gözəl, yəni heç bir diyet falan saxlamadan 20 kilo vermişdi. Soruşanda səbəbini dedi ki, belə deyim də, arıqladıq səbəbini soruşmadım. Həyatımda hər şey çox mükəmməl olduğuna görə dedim ki, əlhəmdülillah da şükürlər olsun, hər şey yaxşıdır. Dedi, hardan bildin? Dedim, hə, sənin üzündən, gözündən belə dedim. Başda dedi ki, hə, də belədir, də belə ailə həyatından danışdı. Onda demək ki, insanı kökəldən duyğular, onu yedizdirən də, belə deyək, yeməyə vadar edən duyğular. Yeməyə vadar eləyir, nə yeməyə vadar eləyir? Məsələn, bəzən çırtıldayan, sərt bir şeylər yeməyə çalışırıq. Bu bizim öfkəmizdir, içimizdəki öfkə duyğusu. O öfkə hardan yaranıb, necə yaranıb, kimin öfkəsidir? O öfkəni tapıb, o öfkəni çıxartmaq lazımdır. Bəzən utanma duyğusuyla güvənsizlik duyğusu birləşir. Bir neçə duyğu birləşir. Yediyin yeməyin, məsələn, o keksdə və yaxud şirniyyatda nə tipli bir şirniyyat yeyirsən, şokoladlı mı, meyvəli mi, sərt mi, yumuşaq mı, bunların hamısı önəmlidir. Onları deyərək artıq onun duyğularını biz direkt yerindəcə tapıb onu onurğasından boşaltdıqda həqiqətən çox rahatlayır. Amma bu tək boşaltma deyil, boşaltdıqdan sonra şuuraltı çünki artıq ona inanıb. Doğrudur. İnandığı bəzi şeylər var. Şuuraltını indi tərsini inandırmaq lazımdır. Şuuraltıyı inandırmaq lazımdır ki, sən dəyərlisən. Özünə, qarşında duran insan özünü sevməyə öyrənməlidir. Öz bədəninə nifrət eləməməlidir. Öz bədəninə, biz elə bir cəmiyyətdə yaşayırıq ki, insanlar gördükdə ilk verdikləri sual və dedikləri söz, yenə kökəlmisən və yaxud, yəni bu insana qarşı həqiqətən çox pis təsir edir. Çox bəli, razıyam. O adamı daha da, yəni həqiqətən o adamı travmaya salır. Doğrudur.
bu sözləri deyən adamlar bilsinlər ki, o əslində özlərini sağaldırlar. Əslində öz problemlərini deyirlər. Qarşısında duran insan onun aynasıdır. Ona sən kökəlmisən, o yenə yəqin çox yeyirsən. Amma əslində bəlkə də o özü o vəziyyətdədir. Sadəcə özünü dəyərli hiss edir. İnsanlara elə əziyyət verməyək. Həqiqətən bizim o davranışımız insanlara əziyyətdir. O özündə iradə güc tapsa da artıq o öz bədəninə nifrət eləyir. Mən gözəl görünmürəm deyə o duyğuda olur. Bax, sizinlə tamamilə razıyam. Bax, belə o qınaqlar, qıraqdan gələn qınaqlar olur ki, xanımlarımız belə deyim də əməliyyatlara üz tuturlar. Bəli. Hətta mədə kiçiltmə əməliyyatları belə edirlər ki, onlar mən şəxsən onlara çox qarşıyam. Bəli, ən önəmli məsələlərdə yaxşı ki, bu sözü dediniz. Yəni həqiqətən mən o xanımlara, o insanlara demək istəyirəm ki, o əməliyyatların bir müddətlikdir. Bir müddətdən sonra o kilonu sən artırılması yenidən alırsan. Geri alırsan, o duyğudan azad olmayınca kilonu mütləq alacaqsan. Doğrudur. Mədə kiçiltmə əməliyyatı ilə mədə orqandır. Sən onu ömür boyu bir dərmana bağımlı qalıb, yəni bu bir müddətdən sonra yenə də təkrar sən onu mütləq alırsan. Müəyyən yaşdan sonra mütləq alırsan. Ona görə əsas o duyğulardan azad bədəndəki o olmaq. sistem var. Belə deyim də, biz o sistemlə işləyirik də. Onu dəyişəndə həqiqətən insanın ilk növbədə həyatı dəyişir. Bir iş adamından belə deyim, onun bir dəfə çox gözəl bir sözü var idi. Mən onun adını çəkməyəcəm. Dedi, bir dəfə xaricə getmişdim. Sənəd imzalamaq lazım idi 2 dənə şirkət arasında. Deyir, mənə ilə sənəd imzalamadılar. Mənə dedilər ki, əgər sən uğurlu iş adamı ola bilərsən, amma sən özünə qalib gəlməyən bir şəxsiyyətsən. Çünki sən kilolusan. Deyir, həmən günü oturdum, çox fikirləşdim və belə bir qərara gəldim ki, həqiqətən də deyir, birinci qəbul eləmədim. Və deyir, onlara deyir, çox təşəkkür etdim ki, sonralar etdim. Amma həmən vaxtı edə bilmədim deyir. Çünki çox pis oldum ki, bu qədər hər bir şeyi yaradan bir insan üçün xarici bir vətəndaşın gəlib mənim şəxsiyyətimə, yəni kilolarıma, xarici görünüşümə söz deməyi pis təsir eləyib. Və deyir, həyat tərzimi dəyişdim. Ona görə deyir, o insanlara çox təşəkkür eləyirəm ki, mənim həyat tərzimi, sağlamlığımı deyir, mənə verdilər. Əslində bizə ən çox travma verən, ən çox üzən insanlar bizim müəllimlərimizdir. Doğrudur. Həyat müəllimlərimizdir. Onlara təşəkkür eləmək lazımdır. Onlar bizə dərs verməyə Həmən gəlir. vaxtı insan onun fərqində olmur. Çox sonradan anlayır. Bəli, doğrudur. Və ən yaxınımızdakı ən çox bizə dərs verənlər kimlərdir? Ən çox bizə dərs verən bizim atamız, anamız və övladımızdır. Çünki ən yaxınımız onlardır. Doğrudur. Deyəcəksiniz ki, həyat yoldaşımız bizə əslində valideynimizin verdiyi travmanı görmək, valideynimizin bizə hiss etdirdiyi duyğunu görmədiyimiz üçün o bizim əslində travmamızı göstərməyə gəlir. Doğrudur. Əslində bizim əsl travmamız uşaqlığımızda yatır. Və yaxud da ki, övladımız ən çox bizə dərs verən, öyrədən övladımız olur. Həyat yoldaşı dediniz, həqiqətən də insanın seçdiyi bir insan, onun həyat yolunda onun ən böyük müəllimidir. Bəli. Ona görə də mən deyərdim ki, şükürlər olsun. Bəli. Həqiqətən də bəzi insanlar var ki, biz onları qəbul etməsək də, həmin vaxtı bəlkə də 5 il, 10 ilə qayıtsaq, deyərdik ki, bu insanlar niyə bizim həyatımızda var? İnsan fərqinə var. Amma fərqində olanda görürsən ki, ən böyük müəllimdir və səni böyütmək üçün ən çox çabalayan insanlardan biridir. Bəli, yəni nə həmin insan onun fərqindədir, nə sən fərqindəsən. Bəli, biz bir-birimizin aynasıyıq. O öz travması ilə evlənib, sən öz travmanla evlənmisən. Ona da bir şey, sistem bir şey göstərməyə çalışır. Sənə də sizi birləşdirən bir səbəb var. Doğrudur. Bir-birinizi siz ona görə çəkmisiniz ki, bir-birinizə göstərəsiniz bir şeyi. O travmanızı göstərmək üçün gəlmisiniz, bir araya gəlmisiniz. Doğrudur. Ona görə də belə deyək də, bəzən xanımlarımız şikayət etməsinlər ki, mənim həyat yoldaşım niyə belədir? Elə bilirəm, indi kilodan bura gəldik, amma bunu demək istəyirəm ki, ən azından birinci şükür etsinlər, fərqinə varsınlar, təşəkkür etsinlər ki,
Bu mənə burada nə demək istəyir? Mən Bəli. nəyi düzəltməliyəm? Mən insanlara, yanıma gələn insanlara deyirəm ki, hər gün sabah oyandıqda ilk işiniz güzgünün qarşısına keçib birinci gözlərinin dərinliyində özünə baxaraq özünü nə qədər çox sevdiyinidir. Dərinliyində, gözünün dərinliyində bir işıq var. O işığa bax, de ki, mən səni çox sevirəm. O fərqinlər mütləqdir məncə. Bəli, səndən üzr istəyirəm, məni bağışla, sənə təşəkkür edirəm. İnanın ki, bu sözü, cümlələri içdən, gözün dərinliyinə baxıb deyəndə ilk vaxtı, ilk 10 günü hər gün ağlayacaqlar. Çünki anlayacaqlar ki, onlar əslində özlərinə dəyər verməyib, özlərini sevməyiblər. Bundan sonra bu 4 cümləni dedikdən sonra yenə güzgünün qarşısında gözlərinin içinə baxaraq de ki, mən hər şeyi qəbul edirəm. Yaşadığım hər bir şeyi o olduğu kimi qəbul edirəm. Hər şey üçün təşəkkür edirəm. Mənə verilən nəfəsə görə, aldığım, verdiyim nəfəsə görə, ailəmə, evladıma görə, valideynlərimə görə, bütün orqanlarıma görə, sağlığıma görə, yeriyə bildiyimə görə, eşidə bildiyimə görə, görə bildiyimə görə, mənə verilən bütün hər şeyə görə təşəkkür edirəm. Bu çox önəmlidir. Bəli. Sonra deyəcəksən ki, hər kəsi olduğu kimi qəbul edirəm. Bunu birinci cümləni dedik. Mən hər kəsi olduğu kimi qəbul edirəm, təşəkkür edirəm və sonra niyyət eləyəcəksən. Deyəcəksən ki, məsələn, niyyətin nədir, nəyi yaşamaq istəyirsən, deyək ki, ev almaq istəyirsən və yaxud bir yerə gəzintiyə getmək istəyirsən. Bu şeyi almağa niyyət edirəm. Bu maşını almağa niyyət edirəm. Ev almağa niyyət edirəm. Daha gözəl yaşamağa niyyət edirəm. Ən sonunda da deyəcəksən. Zərif bir xanım olmağa niyyət edirəm. Bəli, kilolardan azad olmağa niyyət edirəm. Fit olmağa niyyət edirəm. Bəli. Yəni, ən axır sonda isə yenə deyəcəksən ki, mən buna hazıram. Artıq fit olmağa hazıram. Mən çox başarılı olmağa hazıram. Ev almağa hazıram. Yəni niyyətin nədirsə, ona hazır olduğunu deyəcəksən. Bu zamanda, yəni bu o demək deyil ki, yəni bəzi belə deyim də insanlar deyir ki, mən əgər evdə oturub bunların hamısını deyirəmsə, əlbəttə hərəkət önəmlidir. Biz iş bir xanımı deyiliksə və yaxud da işləmiriksə, bəli, bu ev deyək də niyyət eləyirik. Düzdürmü? Bunu mütləq şəkildə deyirsən. Sadəcə olaraq sistem elədir ki, o sənin bərəkətinə bərəkət qatır deyək. O şükr etmək, şükr etməsən heç vaxt qarşılığı gəlməz. Heç mütləq şükr etməlisən. Təşəkkür etməlisən. Biz yəni bir şeyi, yəni sənə verilən, sunulan şeylər var. Yaşadıkların, ən azından nəfəs alıb verə bilirsən. Biz şükr eləməyi unudan, insan şükr eləməyi unudur. Amma şükr elədikcə, təşəkkür elədikcə onun daha da artımı gəlir. Amma onu Reyhan xanım, belə də bir şey var ki, onu həqiqətən içdən etmə, onun şükrün fərqindəsən. O çox möhtəşəm bir zaten, şeydir. O bağışlanmaq da, şükr etmək də içdən, qəlbdən olmasa, tam səmimi şəkildə onu hiss edərək eləmirsənsə, o söz xətrini eləyirsənsə, onun heç bir mənası boğazdan yoxdur. Yuxarı olmamalı. Heç bir mənası yoxdur. Onu həqiqətən, qəlbdən, biz ona görə deyirik, əlini qoy ürəyinin üstünə, gözünü yum, həqiqətən səhv elədiyini, harada səhv elədiyini anla. Doğru. Əgər o səhvi eləmisənsə, içdən ondan üzr dilə. Hətta bizim bir meditasiyamız var. İndi mövzu tamam başqa bir yerə gəldi, çıxdı. O meditasiyada onu daha çox maddi qazanc məqsədi ilə olunur. O meditasiyada bir film izlədirik sanki. Oturur bir salonda film izləyir. O filmdə uşaqlığından indiki yaşa qədər yaşadıklarının hamısını sanki filmdə görür. Hətta düşündüklərini belə və orada filmlərdə kimlər iştirak eləyibsə, uşaqlığından anasından tutmuş, məktəb, universitet, həyat yoldaşı, dostlar, iş həyatı,
hamısı hətta düşündükləri, kimin haqqı, kimi yargılayıbsa, kimi günahlandırıbsa, kimin qeybətini qırıbsa, kimə lağ eləyibsə, hamısını o Hamısı gəlirlər sorğuya. və hamısı əvvəlcə salonda tək oturur, sonra o insanlar hamısı onunla bərabər salonda oturub onun düşündüklərini xəbərdar olurlar. Bu o qədər ağır bir meditasiya üsuludur ki, yəni orada həqiqətən içdən səhv etdiyini anlayaraq o insanlardan üzr istəyib oradaca arınma bir metodudur. Çox gözəl də nəticə verir və ondan sonra insanları artıq yargılamamağa başlayır. Əgər birini yargılayırsansa, günahlandırırsansa, o sənin özünün problemindir. İnsanları Hətta o bizə çəki olaraq da çox belə gözəl çəki olaraq qayıdır desə daha doğru olar. Mütləqdir. Demək sənin özünün problemin var ki, çəkisi olan adam mütləq daxilində, şuur altında bir problemi var, düşüncəsində bir problemi var. Sən nə qədər də özünü xoşbəxt göstərməyə çalışsan da, nə qədər özünü korsetlə yığsan da və yaxud detokslarla bədənin suyunu azaltsan da, o duyğu orada səni idarə eləyir. Bax, belə deyim də, bu əməliyyatla arıqlamalar falan var. Bax, bu mənim şəxsi fikrimdir. Mənə elə gəlir ki, o insanların travmaları daha çoxdur. Görünmə problemləri mi var, yoxsa mən beləyəmmi deməkdir? Özünü bəyənməmək, mən çirkin görünürəm problemi var. Mən gözəl görünməliyəm. Öz bədənini sevməmək, özünü sevməmək, bədənini özündən iyrənmək, bədənini sevməmək və yaxud onu bədəni ilə kimsə yargılayıb, bədəni ilə günahlandırıb, bu o duyğulardan, yəni özünü çox zəif görür adam, güvənsiz görür, özünü tərk edilmiş hiss eləyir, qorxuları var, çox duyğu var orada. O duyğuların hamısına orada baxmaq lazımdır. Yəni mütləq əməliyyata girən adam, əgər bədənini, bir var bədənini arıqlatmaq istəyən, bir də var bədənini şəkilləndirmək istəyən. Şəkilləndirmək istəyən adamlar görünmək istəyənlərdir. Məni görsünlər. Amma arıqlamaq istəyən adamlar öz bədənindən ilgilənən adamlardır. Olduğu kimi başqa bir həyatı yaşayır. O başqa bir maskaya bürünür. Başqa bir kimlikdədir. O özünü göstərməyə çalışır ki, onu qəbul eləsinlər. Həm də o qədər kövrək olurlar ki, nəsə biraz belə danışanda ünsiyyətdə ağlayırlar. Bilmirəm, siz də fərqində olmusunuz yoxsa yox da. Elə bil onun uşaq yönünə toxunursan. Ümumiyyətlə, bütün o hər birimizin içində bir küskün bir uşaq var. Bəli. Bizim bir üsulumuz var. Orada o içindəki uşaqla, bilinci altının söhbəti. Bəli. Bilinci ana kimi qoyuruq, bilinci altını uşaq kimi qoyuruq. O istəsəz bu gün sonda onu eləyərik. Çox sevinirəm. Çox gözəl bir üsuldur. İnsanı çox rahatlayan bir üsuldur. Əksər insanlar o zaman çox ağlayırlar. Və hər kəs travmalığı yaşa gedir. Bilinçaltın bir uşaq olsun deyəndə hər kəs ən çox travmalığı o uşaqlılığa gedir. Fərqində olmadan. Amma bax, mən sizin seanslarda olanda, indiki yaşımda olsam belə, həmişə Ağdamdakı evimiz və yaşıl bir donum var idi. Yalnız və yalnız mamamı da orada görürəm, özüm ora gedirəm. Yəni başqa tür hansı yaşda oluramsa olum, emin o 5 yaşında çiçəyi görürəm. Çünki orada tərk etməyə məcbur qalan bir çiçək var. Tərk etməyə məcbur qalan. Orada bir ayrılıq var. Orada bir yalnızlıq var. Orada bir acı var. Amma Ağdama gedəndə bu dəfə o uşaqlığımdan parçalara baxdım. Düzdür, əlbəttə duyğulanmamaq mümkün deyil idi. Amma yenə də elə bilirəm, yenə də o istədiyimi tapa bilmədim. Çünki həmən ev yox. Bəli. Yəni o deyil idi. Çünki əvvəla doğulduğumuz yerin biz torpağın enerjisini alırıq. Hər kəs, məsələn, o doğum xəritəsini çıxardanda mütləq doğulduğun ərazini soruşurlar. Çünki oranın enerjisini alırsan. İkincisi də yerindən, yurdundan ayrılmaq çox böyük bir uşaq da olsam, yəni deyirəm ki, seanslarda həmişə onu görürəm. Sənin uşaqlığının ən gözəl vaxtıdır. Yarımçıq qalan bir uşaqlıqdır. Yəni zorla qoparılmağa məcbur qalan
bir uşaqlıqdır və bunun seanslarda məsələn onu yaşamış insanlara seans eləyəndə hamısı o yaşa gedirlər. O tərk edilməyə məcbur qaldıqları və o evini xatırlayır. Hamısında yəni bizim başqa bir evimizdə elə bil ki, o vaxtda hələ tikilirdi də, eyni həyətdə. Amma bir balaca 2 otaqlı qarşısında belə qoxnusu olan həmişə onu görürəm. Mənə desələr də ki, lap yaxşısını görmə ehtimalım yoxdur. Onu sonra getirib belə gözümün qabağına qaçır. O əlindən çıxandır, əlindən alınan. Mənim əlimdən alınan uşaqlığım, mənim əlimdən alınan evim, mənim əlimdən alınan torpağım. Bunlar da hamısı, yəni o səndən alınanlardır. Ona görə də mən ora gedirsən, yəni onu vermək istəmədiklərin, kaybetdiklərin buna deyirəm zaten. Kaybetdiklərindir. Orada sənin itirdiyin bir şey var. Orada həm uşaqlığını, xoşbəxt uşaqlığını, torpağını, evini, yəni orada itirilən çox şey var. Sevincini, dostlarını, orada qonşuların belə hamısının özünün bir xatirəsi var. Doğrudur. Oradakı ağacların belə bir xatirəsi var. Bəli. Görürsüz, oradakı evinizin forması belə yadınızdadır çox ki, gözəl. Evimiz Balaca belə bir evdir. Bəli, çünki oranın enerjisi bir başqadır. Mən uşaqlığıma gedəndə mən mütləq məsəl seans zamanı mən mütləq uşaqlığımdakı atamın böyüdüyüm vaxtı yox uşaq vaxtımdakı evimizi xatırlayıram. Böyüyəndən sonra artıq evin forması müəyyən qədər dəyişir, başqa formaya gəlir. Doğrudur. Amma uşaq vaxtındakı yaşadığım evi xatırlayıram. İstər-istəməz, çünki o uşaqlıqda 7 yaşına qədər o yükləmə dövrüdür. Ən çox gördüyümüz, yəni bizə 7 yaşından sonra artıq biz özümüz yaşadıqlarımızdır üzərinə gəlir. Amma 7 yaşına qədər həm valideynlərdən, həm ətrafdan yüklənənlərdir bizə. Həqiqətən də doğrudur. Bu xanımların belə deyək, kökəlmələrindən danışdıq. Mənə gəlir ki, bəylərin də kökəlmələri var ki, onlarda da bölgəsel kökəlmələrdir, qaran deri, hətta belə bir deyim də var ki, qarınsız kişi balkonsuz evdir. Bəli. Ən çox insanları narahat eləyən göbək bölgəsində olan yağlardır, qarın bölgəsində olan yağlardır. Bu xanımlarda bir başqadır, kişilərdə bir başqadır. Bəli. Xanımlarda birinci biz ona kürtaj sonlandırma deyirik. Çünki xanımlar analarının anasından, hətta onların anasından belə bir kod ala bilir. Bu nə kodudur? Əgər bir düşük uşaq telefondan bir uşaq varsa, tələf edilməyə məcbur qalmış uşaqlar varsa və yaxud ölü uşaq doğulubsa, bunu uşaqlıq yaddaşında kod olaraq saxlayır və qız övladına ötürür. Deyək ki, mən qız övladı olaraq anamın uşaqlığında olan kürtajı kod olaraq alıram. Və yaxud məndən əvvəl bir neçə abortları, kürtajları olubsa, onları kod olaraq alıram. Və yaxud bir uşağı ölü doğulubsa, kod olaraq mən artıq anamın yaslı rahiminə doğulmuş oluram. Yas kodu ilə dünyaya gəlmiş oluram. Və anamdan da başqa, anamın anası da o kodu öz qız övladına ötürür. O da öz qız övladlarına mütləq ötürür. Miras olaraq keçir. Olaraq o yas, kürtaj yası, düşük telefonla uşaqların yası miras olaraq anadan anaya, qız övladlarına keçir. Bu bir koddur. Onu kürtaj, ümumi genel kürtaj yas sonlandırma ilə rəhim təmizliyi deyirik biz ona. O təmizliklə onu az bir neçə dəfə, bir dəfə yox, bir neçə dəfə eləməklə, təkrar eləməklə ondan azad oluruq. Əməli başlı şişkinlik gedir və rəhimdə olan, uşaqlıqda olan problemlər, hətta miyom falan varsa onlar belə gedir. Amma kişilərdə olan yaslar, kişilərdə olan qarın bölgəsində olan yağlar, bu daha çox bir pul itkisi ilə olur, bitirdikləri pul itkisi, bir də çox ağır yaslar. Müəyyən yaşda deyək ki, erkən yaşında ya anasını, atasını itiribsə, çox sevdiyi birini itiribsə, hətta ev heyvanının
belə ölümü qarın bölgəsindəki yağlanmaya səbəb olur. Ümumiyyətlə yağ demək, tərk edilmək, yalnızlıq deməkdir. Artıq o şişkinlik olaraq sən o göbək bağı ilə ondan qopmaq istəmirsən. Ayrılmaq istəmirsən. O göbəyinin şişərək sanki onu göbəyində, qarnında tutmaq istəyirsən. Bu qadın kişi oldu fərqi yoxdur. Sən o gedəni qarnında tutub saxlayırsan. Göbəyində tutub saxlayırsan. O yaz sonlar, məsələn bizim bir nəfər var idi, çox yaxın cavan bacısı rəhmətə getmişdi. Bədəni hər yeri, heç bir yerində kilosu yoxdur. Amma qarın bölgəsi, yemək də yemir. Qarın bölgəsindəki şişkinlik, əməli başlı qarın bölgəsi var. Mən soruşanda ki, itirdiyin çox yaxınlarından kim itirmisən? Bacısı, anası ard-arda itirdiyi və cavan rəhmətə gedən bir bacısı var. Onun yasını sonlandırmaq onun üçün o qədər ağır idi ki, mən ona dözə bilmərəm deyirdi. Mən ondan ayrılmaq istəmirəm. Yəni o şuur altında tutub saxladıqlarımız. Şuur altında onu buraxmaq istəmir. Şuur altında o onun üçün yaşayır və onu sanki onun qucağında, qarnında saxlayır. Yəni bir ki, buraxsa onu Buraxsa o duyğudan, olar. bəli, o duyğudan azad olduqda biz seanslar eləyirik. O seanslardan sonra inanın ki, əməlli başlı nəticəli olur. Bəzən ilk seansda belə bir yığıldığını hiss eləyirsən. Çünki ödəmlər var, şişkinliklər var. İllərlə içimizdə saxladıqlarımızdır. Bəli. Bəzən hətta elə bilirəm ki, o bizim özümüzdə də çətin olur onları buraxmaq. Ona görə Buraxmaq istəmirik. Çünki çətin olur. O qədər və o bir seansla keçmir. O ən minimum 3 seansla keçir və 3-4 gün ara verməklə eləyirik o seansları. Sanki indi yeni rəhmətə getmiş kimi hiss eləyirlər. Zaten onu o ana götürürük. O yaşa götürürük. O yaşda o ayrılığı, o hiss elədiyi yalnızlığı, onun onurğasından boşaltdıqdan sonra, ilk seansdan sonra biraz rahatlaşır. Bir xanım var idi, Türk xanımdı. O həyat yoldaşını itirmişdi. Heç cürə onu buraxmaq istəmirdi. Hətta onun əşyalarını belə, öldüyü zamanı əşyalarını belə öz yatağının altında saxlayırdı. Buraxmaq istəmirdi çünki. Çox ağır idi onun üçün. Ona yaz sonlandırma, 2 yaz sonlandırmadan sonra 3-cü yaz sonlandırmanı eləmək istəmirdi. Deyirdi çünki buraxmaq istəmirəm. Əgər bunu sonlandıraramsa, axı mənim yadıma düşməyəcək, mən onu unutmuş olaram. Reyhan xanım, həqiqətən də bu günlərim çox gözəl bir söhbət oldu. Elə bilirəm ki, izləyicilərimiz üçün də çox faydalı məsləhətlər verdiniz. Sonda isə bayaq dediyiniz kimi bilinç və bilinçaltının söhbət. Çox rahatlayıcı bir insana rahatlıq gətirən bir metoddur. Şuura ana kimi, şuuraltına isə bir uşaq kimi baxırıq. O şuuraltı ilə şuurun söhbəti. Bəzi insanlar duyğulanır, hər kəs öz travmasına gedir o zaman. İstərsinizsə, hazırsınızsa sizə bir gün onu seans eləyək. Buyurun. O zaman gözlərinizi yumun. Özünüzü bir şəffaf yumurtanın içində düşünün. Dərindən nəfəs alın, burnundan nəfəs alın, ağzınızdan nəfəsi verin. Bir daha nəfəs alın, nəfəsinizi verin. Bir daha. Şuurunuzu bir ana, şuuraltınızı isə bir uşaq olaraq düşünəcəksiniz. Şuuraltınızı avtomatik olaraq bir yaşa gedəcəksiniz. Baxın, görün o uşaq neçə yaşındadır. Bir zaman tüneli olaraq keçmişə gedin. Avtomatik sizi bir yaşa aparacaq. Ola bilər ki, 5 yaşa, ola bilər 7 yaşa. Baxın, o içinizdəki uşaq neçə yaşında bir uşaqdır. Yaxınlaşın o uşağa. Onu qucaqlamaq üçün ondan icazə istəyin. Səsli deməyə heç nəyə gərək yoxdur, içinizdən danışacaqsınız. Yaxınlaşın bir ana olaraq o uşağa. Ondan icazə istəyin, görün sizə icazə verəcək ona toxunmağa.
ola bilər heç icazə verməsin. Onu razı salmağa çalışın ki, onu sığallamağa, onu qucaqlamağa sizə icazə versin. Lütfən mənə icazə ver. Sənə yaxınlaşmam üçün mənə icazə ver. Və onu çox yüngülcə onu qucaqlayın. Baxın o uşağın üzünə, gözlərinə baxın. Görün o uşaq kədərlidirmi, küskündürmü? O uşağa deyin ki, mən buradayam. Qorxma, mən buradayam. Sən yalnız deyilsən. Onun sağ əlindən tut və ona de ki, indiyənə qədər hiss etdiyin bütün küskünlükləri, öfkələri, haqsızlıqları, ədalətsizlikləri, tərk etməyə, tərk edilməyə məcbur qalmaqları, çarəsizlikləri, acı çəkməkləri, əlindən çıxan, itirdiyin hər şeyləri, boyun əyməkləri, sevgisizlikləri, təmas yoxsulluqlarını, bütün qorxuları lütfən burax getsin. Onun sağ əlindən tutun, onu ikna eləyin ki, onu buraxsın. Lütfən o duyğuları burax getsin. Və onun çiyinlərinin üstündən sanki bir qara duman kimi bir şeyin çıxdığını hiss eləyin. İndi onun sol əlindən tutun. Ona deyin ki, sənə əziyyət verən, səni öfkələndirən, səni anlamayan, səni zor durumda buraxan, səni çarəsiz hiss etdirən, sənə əziyyət verən bütün insanların negativ enerjilərini və o insanlar haqqında düşüncələrini lütfən burax getsin. Burax o insanları. Lütfən burax getsin. Sol çiynindən də bir şeylərin, tüstü kimi bir şeyin çıxdığını hiss elə. Və iki əlini də o uşağın çiyninə qoy. Sağ çiyninə və sol çiyninə. Burnundan nəfəs al, ağzından nəfəsi ver. Bir daha nəfəs al və nəfəsi ver. O uşağa de ki, mən səni çox sevirəm. Səndən üzr istəyirəm. Lütfən məni bağışla. Sənə təşəkkür edirəm. Və o uşağı qucaqla. Ona de ki, hər zaman yanındayam. Sən güvəndəsən. Və iki əlinizlə özünüzü bir qucaqlayın. Sağ çiyninizi, sol çiyninizi qucaqlayın. Nə yaxşı ki, mən varam deyin. Yavaş-yavaş gözünüzü açın. Duyğulanmamaq mümkün deyil. Təşəkkür edirəm həqiqətən də. Çox gözəl Çox bir, möhtəşəm bir. həqiqətən çox dərinə enməyə çalışmadım. Çünki çalışsaydım çox ağlayacaqdınız burada. Ona görə yüngül, amma bunu biz seans zamanı çox dərinə gedirik. İnanın ki, həqiqətən hər duyğunu yaşadım. Bəli. Şəfasını görün. İnşallah Çox şəfa olsun. təşəkkür edirəm. Həqiqətən möhtəşəm bir şey idi. Mən təşəkkür edirəm. Çox belə bir 2-3 dəqiqəlik bir şey olsa da həqiqətən də Bəli. bambaşqa bir hər duyğu yaşadım desəm daha doğru olar. Bəli, demək ki, o duyğuların hamısı şuur altında var. O duyğuların hamısını gedib bir o sandığı açmaq lazımdır. Açmaq lazımdır. O sandığı açıb onu bir havaya vermək lazımdır. Orada kif basan çox şeylər var. Onları təmizləmək lazımdır. Doğrudur. İnanın, həyat o qədər gözəl görünür, o qədər gözəl olur. İnsan həqiqətən yaşlanmır. Doğrudur. İnsan özünü daha gümrah hiss eləyir, xəstələnmir, enerjili olur.
və Doğrudur. maddiyyat da öz-özünə düzəlir. Hər bir şey yoluna gedir. Sən dəyişsən, sən Artıq çəkilərdən azad oluruq. mütləqdir. Yəni çəkiyə səbəb olan əslində oradakı duyğular çəkiyə səbəb olan duyğulardır. Onları buraxdıqdan sonra bu bizim kiçik bir elədiyimiz kiçik bir şeydir. Bəli, bəli. Daha doğrudur. dərinə inəndə daha böyük nəticələr. İnanın kilo adında bir şey qalmır. Və sən bu və kilo vermədə gedib gəlmir, artıq qalıcı olur. Məsələn, diyet saxlayırsan bir müddətdən sonra o kilonu geri alırsan. Doğrudur. Artıq bu metoddan sonra o olmur belə şeylər. Bəli. Biri var ki, belə deyək də, üzümüzdə çıxan sızanağı Bəli. krem vuraraqdan Bəli. onu həll edir, amma daxili təmizlənəndən sonra bir də o sızanaqlar çıxmır. Yəni bu O sızanaqlara gələk, sızanaqlar özü dəyərsizlik duyğusudur. Demək dəyərsiz hiss elədiyin bir yer var. O dəyərsizlikdən azad ol, o sızanaqlar da çıxmayacaq. çıxmasın. Yox, mən Bəli. demək istədim ki, yəni duyğuda təmizlənəndə, Bəli. yəni həqiqətən də hər şeydə Həqiqətən təmizlənir də. Ona görə də əziz izləyicilərimiz, bu günlərimdə sizin üçün faydalı olduqsa, nə xoş bizə deyək. Çox sağ olun dəvət elədiyiniz üçün. Çox maraqlı mövzudur, amma çox dərin mövzudur. Biz burada kiçik bir Hissəsini danışdıq, bəli. ümumi bir məlumat verdik. Sonda mən bildirmək istəyirəm ki, özünüzü sevin, öz bədəninizi sevin. Yəni bu kilonu vermək mümkündür. Bəli. Və əzələdən deyil, əzələdən verdikdə bədən büzüşür. Yağdan verərək o yağlardan azad olmaq mümkündür. Yağdan verdikdə sizin xolesterin probleminiz də gedəcək. Xolesterin özü, xolesterin dərmanları ona biz alışqanlıq yaranıb. Hamımız elə bilirik ki, təzyiq dərmanı olaraq onu içərik, amma əslində daxildə bir yalnızlıq var. Bu yalnızlıq duyğunuz gedəcək. Özünüzü daha dəyərli hiss edəcəksiniz. Özünüzü sevəcəksiniz, istədiyinizi geyinə biləcəksiniz. Artıq kimsə sizə deyəndə ki, yenə kilo almısan, heç əhəmiyyət verməyəcəksiniz. Bəli. Özünüzə dəyər verin, özünüzü sevin, sevgi ilə qalın və hər zaman gözəl olun, gözəlliklə qalın. Çox təşəkkür edirəm. Siz sağ olun Reyhan xanım. Mən də Reyhan xanım dediklərinə qoşuluram ki, həqiqətən də insan öz dəyərini biləndə, özünü sevəndə həyatda bax indi olduğumuz fəsil kimi, bahar kimi görünür. Həyatınız hər zaman baharlı olsun, bahar olsun. Deyirəm, həyatınızda hər zaman sevgi olsun, dəyərli izləyicilər. Sağ olun, salamat qalın.